Sonuncu dəfə yuxunun bu hissəsindən bəhs edirdim ki, qızın ayağı alışır və anidən suyun içərisində yoxa çıxır belə deyə, yanaraq elə algılayıram mən yuxuda. Əslində o qədər incə bir analiz oldu ki bu yuxu, özüm də çox təəccübləndim. Çünki həqiqətən də o nöqtələrə gedib toxunacağı ağlımın ucundan belə keçməzdi. Yuxu analizi ona görə çox maraqlı gəlir və baxdıqda bir yuxuda mən kişi obrazındayam və qadın bu şəkildə yox olması hansı mənaya gəlib çıxa bilər? Bu əslində və mən ardından həmin qızı axtarıram suyun içərisində. Çünki mən onun öldüyünü, yoxa çıxdığını düşünürəm. Daha çox öldüyünü, çünki yanıb yoxa çıxır və ən azından ondan nəyisə bir şey qalıntı olmalıdır və suyun altında həmin insanı axtarıram, lakin tapa bilmirəm. Bu özü də yuxunun, yəni mesajıdır. İtirilmiş olan bir hissin axtarışı kimi və bu qadındır, qadınla bağlı bir şeydir. Ya mənim içərimdəki bir hissi qadın tərəfindən bağlı və yaxud da həqiqətən də həyatımda xüsusi bir rol oynayan bir qadınla bağlantılıdır. Bu şəkildə suallar verdikdə üzə çıxdı ki, əslində bu mənim 5-ci sinifdə çox heyran olduğum, sevdiyim, ideal olaraq gördüyüm bir müəlliməm olub ki, o ailə həyatı qurub, belə deyək, başqa yerə köçməli oldu. Əslində onun həyat yoldaşı, bu dəqiqə adını desəm, bütün Azərbaycanda tanınan bir şəxsdir, aktyordur və tək mən deyil, bütün sinif ümumiyyətlə o müəlliməni, o xanımı çox sevirdi. Çünki yanaşması, bizi həyata bağlaması, bizi öyrətməsi və biz 4-cü sinifdən təzə ayrılmışdıq. Yəni belə deyək, balaca cücələr idik hər birimiz və onun belə deyək, qoltuğunun altında, yəni formalaşdıq həqiqətən də. Dərslərə olan sevgi, insanlara rəftar, əxlaqi dəyərlər, həyata baxış bucağı, ümumiyyətlə hər birimizdən fərdi olaraq maraqlanan bir insan idi və təhsil verməsi isə mükəmməl, yəni. Və onun ana obrazında bu şəkildə olması, sahib çıxması, qoruması, sevməsi hər birimizin ruhuna toxunmuşdu. Onun getməsi isə çox böyük bir yara buraxdı bizdə. Öz adıma danışacaq olaramsa əgər, yəni çox böyük bir itki kimi qəbul etmişdim. Hətta ondan sonra onunla danışarkən telefonda ki, anam arada bir 2-3 aydan bir yığardıq onu. O zaman mobil telefon yox idi, yəni. Və yadımdadır ki, ilk 2 dəfəsində mən danışa bilməmişdim müəllimə ilə və yəni o qədər doluxsunmuşdum ki, o qədər gözlərim dolmuşdu ki, mən yəni onunla söhbət edə bilmədim heç. Çünki dediyim kimi o darıxma hissi, onun ani getməsi və onu qəbullana bilməmə və s. bu hisslərlə baş etmək 11 yaşlı bir qız üçün çox çətin idi. Xüsusən də o zamanlar bilirsiniz. Yəni insanların hisslərinin danışılması, indi bu psixologiyanın inkişafı ilə əlaqəli olaraq insanlar maariflənirlər. Amma o zaman belə bir maariflənmə yox idi və bu hisslərlə baş etmək məcburiyyətində idin. Təbii ki, illər keçdi, bu ağrıya, acıya öyrəşirsən, amma zaman, ona görə deyirəm, zaman hansısa məsələləri sağaltmır. Sadəcə olaraq, xüsusən də emosional, sadəcə olaraq sən ona öyrəşirsən, onunla yaşamağa öyrəşirsən. Əgər mən bu məsələ həll edilmiş olsaydı, yuxumda bu şəkildə üzə çıxmazdı və o qadın itir anidən yox olur. Çünki ayağının alışıb, məsələn, yuxuda da bunu düşünürəm. Onun sağ ayağı yanırdı, bu suydu, suda sönməli idi əslində, düzdürmü? Və anidən yoxa çıxması mənə çox qəribə gəlir. Çünki mən sadəcə onun ayağının yandığını görürəm, başqa bir yerini yox və qız qışqıraraq yox olur. Əslində burada qışqırıb acı çəkməsi eyni zamanda qarşı tərəfin də, yəni mənim özümün də bu ayrılıq mənə acılı şəkildə təsir etməsinə bağlıdır. Həmçinin ola bilər ki, müəllimənin özünə də, ki məncə o da çox emosional idi həmin dönəm və çox üzülmüşdü bizdən ayrıldığına. Əminəm ki, darıxma olardı. Çünki biz bir neçə il sonra görüşmüşdük də, yəni sinif olaraq o Zaqatalaya gəldiyində. Və maraqlı bir nüans nədir bilirsən burada? Mən magistr oxuyanda 2022-ci ildə, bəli, və orada bir patok yoldaşım var idi. Həmin qız elə bir ki, mənim müəlliməmin bacısı qızı ilə bir oxumuşdu və dedi ki, mən taparam nömrəni, nəysə alınmadı amma. Yəni mən hələ də illər keçsə də axtarırdım
Öncəsində də mən rəfiqəm məsəl üçün axtarıb əlaqə nömrəsini tapmağa və işlədiyi məktəb falan öyrənmişdik, amma dəqiq deyildi, nəsə belə bir şeylər. Yəni bir şəkildə biz böyüdükdən sonra əlaqə qura bilmədik. Və mən Instagramda da məsəl üçün çox axtarmışdım, bəlkə nəsə taparam, amma alınmadı, belə deyək, çıxmadı qabağıma. Yuxu göstərir ki, itirilmiş olan bir şey axtarsan və orada mən dedim ki, kişi obrazındayam. Belə bir şey hiss edirəm. O prosesdə məsəl üçün kənardan baxdıqda əslində mən çox üzülməliyəm. Çünki yuxuda o mənim partnyorumdur. Amma mən üzülməyə əvəzinə o prosesdən sadəcə qorxu hiss edirəm və kədər hiss etmirəm. Bu isə nə ilə bağlıdır? Kontrolu itirmək, bilinməzlik məni daha çox narahat edir, nəinki kədər hissi. Və üstündən illər keçdikdən sonra bunu görürəm. Əlbəttə ki, mənim kədərim əvvəlki kədər kimi deyil. Ancaq bir də nəyə təəccübləndim? Mən ümumiyyətlə travmalarla işlədikdə öz üzərimdən söhbət gedir və toxunmadığım bir mövzudur. Çünki mən bunu həll etdiyimi düşünürdüm çox maraqlı bir şəkildə ki, yəni uşaq vaxtı oldu, keçdi, çox acı çəkdim falan, amma o itki, o yas müddətinə heç dönüb baxmamışdım. Çünki əslində artıqlaması ilə də yas müddətini yaşamışdım. Yəni bastırmamışdım o hissləri. Ağlayırdım da, gecələr yadıma düşüb. Həmişə belə bir şey var idi. Biz rəfiqəmlə o vaxtlar şahmata gedərdik. 6-cı sinifdə dərsdən çıxıb və onun evi bizim evimizə çox yaxın idi. Şahmat klubuna da çox yaxın idi. Həmişə şahmat klubuna, hətta qışın qarlı günündə xatırlayıram, evi ətrafında gedib o günləri yada salardıq biz. Əslində bu özləmi, darıxma hissi ilə baş etmə mexanizması idi. Gülürdük də, hətta orada nələrsə xatırlayıb, danışıb yadımdadır. Saatlarla vaxt keçirərdik. Doğrudan indi çox maraqlı bir şəkildə xatırladım. Və yuxu mənə göstərdi ki, əslində sən məsələni heç də tam həll etməmisən və hələ də itirilmiş olan o qadın obrazı, o yanaşmanı axtarırsan bir yerlərdə. Və axtararkən qarşıma nə çıxır yuxuda? Qarşıma bir bağlı otaq çıxır və otaq qıfıl asılıb üzərindən və dəliklər var. Dəliklərdə mən oranı görə bilirəm. İçərisində müəyyən əşyalar olan boş otaqdır. Amma oranı açıb baxmaq istəmirəm. Çünki mən hər yeri axtarıram ki, qız hardadır deyə. Amma açıb baxmaq istəmirəm çünki qorxu və narahatlıq hiss edirəm. Bu da nəyi göstərir? Bu da onu göstərir ki, hər hansı bir hiss var. Mən onu hələ hiss etməyə izin verməmişəm, ya bastırmışam, ya üzləşmək istəmirəm. Nəysə bir hiss var və əslində açsam onunla üzləşəcəkdim. Böyük ehtimal yuxuda nəysə bir şeyi göstərmiş olacaqdı mənə. Amma buna hazır olmadığım üçün ora girmirəm. Və bu şəkildə ayıldığımı xatırlayıram. Bu arada bu yuxunun artıq 3-cü hissəsidir. Bununla yekunlaşdırarıq. Çox qəribə bir şəkildə mən yuxunu analiz edərkən heç bir hiss keçirmədim. Hətta mənimlə bağlı çıxmağı özümü biraz narahat elədi ki, niyə yəni mənimlə bağlı çıxdı ki? Axı mən yəni kədər, üzüntü hiss etmirəm. Bu arada mən mənimlə bağlı bu yuxunu magistrdə oxuyanda da oxuyarkən bir dəfə görmüşdüm. Və biraz hətta dedim ki, bəlkə mən səhv analiz edirəm. Əslində tamamilə doğru bir analiz olub. Çünki bu mənim əslində müqavimət hissimlə bağlıdır ki, yox, mən bunu həll etmişəm, niyə bu çıxdı ki üzə? Direnclə bağlıdır. Və sonra belə deyim, orada heç bir hiss keçirmədim, lakin yuxu analizini sizə danışmağı planlayarkən onda o hissləri xatırladım və hətta burada da danışarkən doluxsunduğum anlar oldu və o hisslərə yenidən qayıtdım, əslində izin verdim. Bir növ belə deyək, bu prosesi tam həll edə bilməmişəm, amma bununla barışmışam və sonra da hansı ki hazır olduğum anda psixika məndən əlaqə qurur və bunu üzə çıxardır ki, artıq bax bununla işləməlisən, işləyə bilərsən və dönüb baxa bilərsən bu hisslərə. Məncə mənim üçün çox inteqrasiya edə biləcəyim bir məsələ oldu. Qadınlıqla bağlı, xüsusən bu enerji ilə bağlı, hiss etməklə bağlı və elə bir obrazı itirib hələ də onu axtarmış olmağım çox maraqlı gəldi. Çünki mən ümumiyyətlə əslində sevirəm. Həqiqətən də dişil enerjisi özlərində olan qadınlarla ünsiyyətdə olmağı və bunlardan birisi də məsələn xalam qızıdır. Ondan ünsiyyətdə olarkən həqiqətən də bir qadının
yanaşmasını görə bilirəm. Necə? Həm ağıllı, həm belə deyək, sənin bir çətinliyin olduğunda yol göstərə biləcək və qınamadan şəfqətli bir alan tuta biləcək, yumşaqlıq və sair kimi və yəni müəlliməm də bir növ xatırlasam əslində çox şeylər bəlkə də xatırlamağa izin versəm çıxacaq xüsusiyyətləri və bu əslində yuxu həmçinin özündə də bu xüsusiyyətləri barınmasına, çoxalmasına izin verməklə bağlıdır. Çünki sən əslində bunu inkar etdiyində eyni zamanda da özünün o xüsusiyyətlərə səndə çevrilməsinə izin verməyi inkar etmiş olursan və maraqlı bir şəkildə hansı ki maskulin enerji ilə çalışmaq, içimdəki animusla çalışmaq, yəni mənə yön verməsinə izin verəcəyim içimdəki kişi tərəfimlə çalışmaq və yuxuda belə çıxması xüsusən də çox maraqlı idi və bu mənim əslində nə qədər də özümdən yaxşı bağ qurduğumu göstərir bu yuxu eyni zamanda. Ona görə deyirəm, yuxular qətiyyən boş şeylər deyil, əşi, yuxudur da keçib deyəcəyimiz şeylər deyil. Onlara səs vermək, onları dinləmək, hardan nələri gətirib bizim qarşımıza çıxaracağı bəlli deyil və şəfqətli bir